Salam uşaqlar, xoş gördük. Bugün növbəti bir dərsin izahatı ilə qarşınızdayım. Bugün endokrin sistemimiz haqqında ətraflı məlumat verməyə çalışacağam. İlk öncə biz bundan qabaq sinir sistemini keçərkən qeyd etdik ki, orqanizm iki sistemlə təmin olunur. Sinir və humoral sistemlə. Humoral sistem dedikdə endokrin sistemimiz nəzərdə tutulur və endokrin sistem digər adı ilə humoral sistemdə adlanır. Yəni hər ikisi eyni mənaya kəsb edir və ümumiyyətlə vəzlərimiz özləri ifraz olunduğu yerə görə 3 qrupa aid olunur və bu 3 qrupun ilkin olaraq daxili sekresiya vəzləri, daha sonra xarici sekresiya vəzləri və qarışıq vəzlər. Daxili sekresiya vəzlərinin xüsusi ahacaqları yoxdur və ifraz etdiyi bioloji fəal maddəni, yəni hormonları qana ifraz edirlər. Yəni biz bunun hər hansı bir boşluğa və ya dəri səthinə xaric olunur deməyəcəyik uşaqlar və hormonlar hazırlayır. Bunu da qeyd edək. Və xarici sekresiya vəzləri hormon hazırlamır. İfrazat məhsullarını isə uşaqlar ya boşluğa və ya xarici səthə ifraz edirlər. Məsələn, tutaq ki, mədə vəzlərində indi biz adlarını qeyd edəcəyik, hansı ki, tutaq ki, ağız suyu ifrazlı, bunlar ağız boşluğuna ifraz olunur. Ancaq tər, tutaq ki, süd, bunları biz dəri səthinə xaric edirik, bunları da orada qeyd edəcəyik. Qarışıq vəzlər həm daxili sekresiya, həm də xarici sekresiya funksiyasını yerinə yetirir. Yəni həm hormon hazırlayır, eyni zamanda boşluğa müəyyən maddələr də ifraz edirlər. İrəliləyən vaxtlarda bunları da qeyd edəcəm. Gəldik uşaqlar, ən birinci gəlin daxili sekresiya vəzlərinin adlarını və onların yerinə yetirdikləri funksiyalarını və hormonları diqqətimizdən keçirir. Ən birinci epifiz vəzi. Epifiz, gəlin adlarını qeyd edək. Epifiz vəzi bilirik ki, ilkin olaraq daxili sekresiya vəzi epifiz, hipofiz, qalxana bənzər vəzi, qalxana bənzər ətraf vəzi, çəngənə bənzər və ya timus vəzi, bir də böyrəküstü vəzlərdir. Xarici sekresiya vəzləri, burada qeyd olunub tər, ağız suyu, göz yaşı, süd, mədə, qaraciyər, qulaq kiri, pi və s. vəzlər. Qarışıq sekresiya vəzləri 3 ədəddir. Mədaltı vəzi, yumurtaqlar və toxumluqlar. Və bunları da qeyd edərkən mən sizə müəyyən məlumatlar verəcəm. Çox xahiş edirəm, hər biriniz özünüz üçün müəyyən qeydlər aparasınız. Məsələn, ilkin olaraq epifiz vəzi uşaqlar. Sayıları həmişə bilirsiniz ki, düşür. 1 ədəddir. 1 ədəddir. Kəllə boşluğunda yerləşir. Çox xahiş edirəm, bunu yadınızda saxlayın. Kəllə boşluğunda yerləşir. Və vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. Təbii ki, bilirsiniz ki, hər bir orqanizm, eləcə də kişi, eləcə də qadın orqanizm müəyyən yaş dövründə cinsi yetişkənliyə çatır. Ondan əvvəl cinsi yetişkənliyin qarşısını alır. Ona görə də buna bioloji saat rolu oynayır deyirlər. Və hazırladığı hormon melatonin hormonudur uşaqlar. Və gəldik daha sonra hipofiz vəzi. Hipofiz vəzi də 1 ədəddir. 1 ədəddir. Kəllə boşluğunda yerləşir və insanlarda boyun inkişafına və cinsiyyət sisteminə təsir göstərir. Hazırladığı hormon somatotrop hormondur. Hansı ki, bu hormonda bilirsiniz ki, boyun inkişafını təmin edir. Uşaqlar, bunun hansı ümumiyyətlə xəsərlərini bundan sonra qeyd edəcəyik. Daha sonra qalxana bənzər vəzi. Qalxana bənzər vəzi heç bir boşluqda yerləşmir. Heç bir boşluqda yerləşmir və dedik ki, sayı 1 ədəddir. Uşaqlar, çox xahiş edirəm. Bunların hər birini, çünki biz bunlara aid bizə suallar düşəcəkdir. Və biz bilirik ki, ümumiyyətlə bu qalxana bənzər vəzi hormonları maddələr mübadiləsində, qan təzyiqi, sinir sisteminin həssaslığında mühüm rol oynayır. Və hazırladığı hormon tireoksin və tridotronin hormonudur ki, bu hormonda bayaq qeyd etdik ki, maddələr mübadiləsində, qan təzyiqində, sinir sisteminin həssaslığında özü mühüm rol oynayır. Bundan başqa uşaqlar, gəldik digər hansı ki hormonumuz var, vəzimiz var, qalxana bənzər ətraf vəzi. Qalxana bənzər ətraf vəzlər fikir verirsinizsə, uşaqlar, adı vəzlər olaraq qeyd olun. 4 ədəddir. Heç bir boşluqda yerləşmir. Heç bir boşluqda yerləşmir. Bax, bunu yadımızda saxlayaq. Və bu da qanda kalsium və fosfor mübadiləsini tənzimləyir. Hazırladığı hormon paratax hormondur uşaqlar. Hormonları mütləq hər birinin biz bilməliyik. Və 5-ci timus və ya çəngələ bənzər vəzdir. Bu da sayı 1 ədəddir. 1 ədəddir. Fikir verirsinizsə, döş boşluğunda yerləşir uşaqlar. Baxın, fikir verirsinizsə, burada qeyd olunub, 5 ilə qeyd olunubdur uşaqlar. Döş boşluğunda yerləşir və bu da uşaqlarda vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır və eyni zamanda immun sisteminin möhkəmlənməsində, infeksion xəstəliklərə qarşı müqavimətin artırılmasında iştirak edir. Ümumiyyətlə uşaqlar, infeksion xəstəliklərə qarşı müqavimətin artırılmasında biz 3 vəzin adını qeyd edəcəyik. Timus, böyrəküstü vəzi, bir də qalxana bənzər vəzin adını qeyd edəcəyik. Bunu da özünüz üçün bir qırağa qeyd edin. Daha sonra gəldik böyrəküstü vəzlə. Bunu da qeyd edək ki, timus vəzinin hazırladığı hormon timozin hormondur. Və daha sonra gəldik böyrəküstü vəzlər. Adından qeyd olduğu kimi böyrəküstü vəzlər
2 ədəddir. Böyrəklərin üst hissəsində yerləşir, qarın boşluğunda yerləşir. Yəni qarın boşluğundadır. Tümüs vəzi bayaq qeyd elədik, döş boşluğundadır. Bunda özünüz üçün qeyd edin. Böyrəküstü vəzilər isə qarın boşluğunda yerləşir və 2 ədəddir. 2 ədəddir. Bu da uşaqlar, qana bilirsiniz ki, böyrəküstü hormon ifraz edir və qan təzyiqini yüksəldir, ürəyin işini gücləndirir, qanda qlükozan miqdarını artırır, insanda sevinç və kədər hissini yaradır. Hazırladığı hormon da adrenalin hormonudur. Yəqin ki, bunu hər birimiz eşitmiş olarıq uşaqlar. Gəldik daha sonra xarici sekresiya vəzlərini biz qeyd elədik ki, bunlar ya boşluğa ifraz olunur və yaxud da ki, dərinin səthinə ifraz olunur uşaqlar. Yəni, bunlar hormonlar hazırlanmırlar. Yəni, xüsusi ifrazat məhsullarını ya xüsusi axacaqları olur və onlar ya boşluğa və yaxud da ki, dərinin səthinə hasil edirlər. Bunlar da tər, ağız suyu, göz yaşı, süd, mədə, qaraciyər, qulaq kili, pi və sair vəzləri qeyd eləmək olar. Qarışıq sekresiya vəzləri. Uşaqlar, qarışıq sekresiya vəzləri niyə qarışıq deyirlər? İkili funksiya yerinə yetirir. Həm daxili funksiyası var, hormon hasil etmək qabiliyyəti var və eyni zamanda xarici funksiyası da var. Necə? Yəni, mədaaltı vəz bilirik ki, mədənin alt tərəfində yerləşir. Mədaaltı vəzin, gəlin şəklinə baxaq, uşaqlar, mədaaltı vəzi bizi dəqiqə, baxın, mədənin alt tərəfində yerləşir, qeydilə qeyd olunubdur və sayı 1 ədəddir mədaaltı vəzinin, 1 ədəddir, qarın boşluğunda yerləşir və qanda qlükozanın miqdarını təmin edir. Yəqin ki, biz bunun xəstələr haqqında məlumat verəcəyik. Hər birimiz hal-hazırda çox kütləvi şəkildə yayılan şəkərli diabet haqqında məlumatımız var və bu da mədaaltı vəzin funksiyasının pozulması nəticəsində yaranır. Hazırda ümumiyyətlə insulin hormonunu çox gözəl ki, hal-hazırda bilirsiniz ki, süni sürətlə insulin hormonu alınır və bu xəstəlikdən əziyyət çəkən insanlara tətbiq olunur. Və hazırladığı hormon dedik ki, insulin və qlikoqon hormonudur. İnsulin hormonu qanda şəkərin miqdarını azaltdığı halda qlikoqon isə bir-birinə, belə deyək də, bir-birinə antagonist təsir göstərir, bir-birinə əks təsir göstərir. Və yumurtalıqlar, uşaqlar, bir cütdür, yəni 2 ədəddir. Uşaqlar yadımıza saxlayırıq, çanaq boşluğunda yerləşir. Və bu da bilirsiniz ki, ikili funksiya dedik yenə edir. Qarışıq sekresiya vəzir həm hormon hazırlayır. Qadında hazırladığı hormonlar estrogen və progesteron hormonudur. Bu da qadınlarda müəyyən, məsələn, qızlarda ikincili cinsi əlamətlərin cinsi erişkənlik dövründə ifraz olunur və qadınlarda ikincili cinsi əlamətlərin formalaşmasında iştirak edir. Məsələn, tutaq ki, bilirsiniz ki, süd vəzlərinin inkişafıdır, ikincili cinsi əlamətlər, məsələn, daha sonra çanağın genişlənməsi, bunlar ikincili cinsi əlamətlərin formalaşmasıdır və bu, deyirsiniz ki, müəllim, məsələn, bəs bunun xarici funksiyası hansıdır? Bilirsiniz ki, yumurtalıqlar yumurta hüceyrə hasil edirlər və bunu boşluğa hazırlayandan sonra boşluğa ifraz edirlər və bu da ki, onun xarici sekresiya funksiyası kimi qeyd olunur. Daha sonra toxumluqlar. Uşaqlar toxumluqlar kişi cinsiyyət orqanı hesab olunurlar. Bir cütdür bunlar da, bir cütdür. Ancaq yadımızda saxlayaq, heç bir boşluqda yerləşmir. Bədəndən kənarda yerləşir. Bəs toxumluqlar niyə qarışıq sekresiya vəzi hesab olunur? Çünki bunlar həm hormon hazırlayır. Bilirsiniz ki, bu kişilərdə hazırladığı hormon testosteron və androgen hormondur və bu hormonlar da cinsi erişkənlik dövründə sintez olunur və kişilərdə ikincili cinsi əlamətlərin yaranmasına səbəb olur. İkincili cinsi əlamətlər, məsələn, kişilərdə səsin kobudlaşması, bədəndə müəyyən tüklərin çıxması, kürəyin genişlənməsi və s. və ilaxır. Bu da ikincili cinsi əlamətlərdir. Bəs bu daxili sekresiya funksiyası. Bəs xarici sekresiya funksiyası bilirik ki, toxumluqlarda spermatozoidlər hazırlanır, kişi cinsiyyət hormonlar, hüceyrələri hazırlanır və o da bədəndən xaric olunur. Daha sonra uşaqlar, biz burada eyni zamanda qeyd edək ki, bundan sonra, baxın, mədalatı vəzin burada çox qəşəng şəkli qeyd olunubdur. Fikir verirsinizsə, mədalatı vəzin həm ödün axacaqları 12 barmaq bağırsağı açılır və bu da bunun xarici sekresiya funksiyası ilə əlaqədardır. Daha sonra bu hansı ki, bizim digər dərsimiz nəzarətçi və nizamlayıcı sistemlərimizin funksiyasının pozulmasıdır ki, bu zaman hansı xəstəliklər yaranır. Uşaqlar, ümumiyyətlə, biz dedik ki, bayaq vəzləri qeyd edərkən, vəzlərin yadımızda bir şey qeyd edək ki, uşaqlar, həm azlığı və eyni zamanda artıqlığı orqanizmdə müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Əgər hormon artıqdırsa, biz buna deyirik hiperfunksiya. Əgər az ifraz olunursa, biz buna deyəcəyik hipofunksiyası uşaqlar. Bunu da qeyd edək, bir yeri özümüz üçün yadımıza saxlayaq. Məsələn, mədalatı vəzi
Yetərincə hormon hasil edəmədikdə insulin hormonu biz bilirik ki, qanda şəkərin miqdarı artır və bu da şəkərli diabet xəstəliyinin əmələ gəlməsində iştirak edir. Demək bu uşaqlar, əgər biz şəkərli diabet yaranırsa deyirik ki, bu yaranırsa bu mədati vəzin funksiyasının pozulmasıdır. Məsələn, qalxanabəzər vəzi hormonu artıq ifraz edərsə, bu bunun hiperfunksiyasıdır uşaqlar. Hiperfunksiyası zamanı biz bazidov xəstəliyinin əmələ gəldiyini qeyd edirik. Bu zaman maddilə mübadiləsi sürətlənir, göz bəbəyi böyüyür, xəstə çox yeyir, ancaq buna baxmayaraq arıqlayır, sinir sisteminin oyanıqlığı artır. Və əgər bu böyrəküstü vəzi hormonu az ifraz edərsə, az ifraz edəndə biz dedik ki, hipofunksiyasıdır. Bu hiper idi uşaqlar. Bu da hipofunksiya. Hipofunksiyada artıq bizdən deyirik uşaqlar. Hipofunksiyada artıq miksidema xəstəliyi əmələ gəlir ki, bu xəstəlikdə məhz bazidov xəstəliyinin əksinə olan proseslər baş verir. Və uşaqlarda hormon az ifraz olunarsa qeyd edək. Uşaqlarda çox xahiş edirəm buna diqqətlə fikir verin. Yaşlılarda, uşaqlarda xüsusilə buna uşaqlarımız çalışır, buna çox diqqət yetirmənizi istəyərdim. Uşaqlarda əgər hansı ki, qalxana bənzər vəzi az ifraz olunarsa, bu kretinizm adlanan xəstəliyə səbəb olur ki, uşaqlar, belə xəstələrdə boy artımı ləngiyir, bədən mütənasibliyi pozulur və ağıl kəmliyi müşahidə olunur. Və gəlirik hipofiz vəzi. Hipofiz vəzin hormon artıq olduqda biz nəhəng boyluq, gigant deyirik uşaqlar buna. Demək, nəhəng boyluq hipofiz vəzinin hiperfunksiyası nəticəsində yaranır. Və bir də az ifraz olunarsa cırtdan boyluq yaranır ki, uşaqlar, bu da bunun hipofunksiyasıdır uşaqlar. Hipofunksiyası zamanı cırtdan boyluq yaranır. Baxın, məsələn, bəzən bizim testlərdə qarşımıza çıxır, məsələn, hipofiz vəzinin cırtdan boyluğu ilə, məsələn, qalxana bənzər vəzinin az ifraz olunduqda yaranan kretinizm arasında hansı oxşar və fərqli cəhətlər var? Oxşar cəhətlər odur ki, hər ikisində balaca boyluq boy inkişafdan qalır, təbii ki. Boy artımı ləngir, cırtdan boyluq. Ancaq fərqli cəhəti odur ki, kretinizmdə kəm ağırlıq müşahidə olunduğu halda hipofizdə cırtdan boyluqda kəm ağırlıq müşahidə olunur. Bundan başqa qalxana bənzər vəzi müəyyən yaşdan sonra əgər çox ifraz olunarsa uşaqlar, bu böyüklərdə akromegaliya, bu baxın hiperfunksiyası. Müəyyən yaşdan sonra qeyd edək bunu. Əgər uşaq yaşda deyil, müəyyən yaşdan sonra bu çox ifraz olunarsa, akromegaliya adlanan xəstəlik əmələ gəlir. Bu xəstəlikdəki, məsələn, hipofiz vəzinin çox ifrazı nəticəsində yaranır. Bu da ki, uşaqlar belə deyək də, dodaq, müəyyən orqanların mütənasibliyi pozulur. Məsələn, dodaqdır, burundur və s. və ilə. Bunlarda artıq böyümə müşahidə olunur. Baxın, akromegaliya xəstəsi burada qeyd olunmuşdur uşaqlar. Və ümumiyyətlə, sinir sistemi, ümumiyyətlə uşaqlar, həm sinir sistemi, həm də hormonal sistemimizin düzgün işlənməsi üçün, düzgün fəaliyyət göstərməsi üçün müəyyən hansı ki biz nələrsə riayət eləməliyik. Baxın, burada qeyd olunubdur. Həm sinir sistemi xəstəliklərinin qarşısını almaq üçün, həm də hormonlarımızın düzgün fəaliyyət göstərməsi üçün xüsusilə yuxu rejiminə, təbii ki, idmanla məşğul olmaq, zərərli vərdişlərdən uzaq durmaq, xüsusilə nikotin, narkotik tərkibli, siqaret tərkibli vasitələrdən bilirsiniz ki, həm sinir sistemimizi pozur, həm yaddaşımızı zəifləyir, daha sonra əllərin titrəməsinə və s. və ilə bu kimi mənfi nəticələrə gətirib çıxardır. Və bakteriyalar və viruslar da sinir sistemində xəstəliklərə səbəb olur uşaqlar. Bunlara misal olaraq beynin qişalarının iltihabı olan meningiiti göstərmək olar. Bundan başqa qrip virusu beynin hava aparıcı yollarını zədələyir. Eyni zamanda polimerit viruslar var ki, onurğa beyin hərəki neyronlarını dağıdır. Bu da bizim suallarda topluda qarşımıza çıxacaq. Ona görə də buraya ciddi fikir verin. Və eyni zamanda baxın, burada da qrafanın içində nəzarətçi və nizamedici sistemlərimizi necə qorumaq olar. Bunların yolları burada qeyd olunub. Vaxtında və düzgün qidalanma, bayaq qeyd elədik, orqanizmimizi zədələməkdən qorumaq, şiddətli günəş şüalarından qorumaq, gürültülü və stres törədən səslərdən qorumaq, bayaq qeyd elədik, siqaret, narkotik və alkoqollu maddələrin təsirindən uzaq qaçmaq, fiziki və zehni əməyi növbələşdirmək, yəni həm mütəmadi olaraq, həm fiziki, həm də eyni zamanda zehni əməklə məşğul olmaq, sutkada ən azı 8 saat yatmaqdır ki, bu da ki bizim həm sinir sistemimizin, həm də hormonal sistemimizin normal fəaliyyətini təmin edir uşaqlar. Bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.